Dabanda əvvəlcə şpor əmələ gəlir. Şpor, yəni rus dilində, Azərbaycan dilində biz buna mahmız deyirik. Mahmız, daban mahmızı. Sonra orada iltihaplaşandan sonra ödem əmələ gəlir. Biz normalda burada istifadə edirik ilkin vəziyyətdə mal ödündən. Qəssabdan mal ödü alırsınız. Yəni öd belə öd kisəsini götürün, alın. Gətirin evdə kəsin, bir ləyənin içərisinə tökün. Sonra onu tökün butulkaya. Və bu təxminən bir mal ödündən 200-300 qram arasında öd çıxır. Qoyun soyuducuda dursun. Onu hər axşam 3-4 qat cuna götürün marli. Onu azcana həmin öddən tökün, nəmləndirin, dabanıza qoyun. Üstünə də bir dənə perqament kağızı və ondan da sonra bağlayın və yaxud da corab geyinin. Səhər duranda açıb atın. Bunu belə bu minvalla təxminən 1 aya qədər hər gün eləyirsiniz. Bəzi hallarda olur ki, şport çox böyük olduğundan bunun gücü çatmır. Onda biz klinikada zərbə dalğa müalicəsindən istifadə edirik və zərbə dalğa müalicəsində isə o mahmızın uç hissəsi ki var, orada iynəyə bənzər bax belə hissələr olur. Onlar sivriləşir, onlar səs dalğaları ilə onlar dağıdılır, sivriləşir və insana əziyyət vermir. Salam, yəni müalicəsi var.